Salam əziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün biz Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün dərc etmiş olduğu informatika 20-lik sınaq variantı test bankının ilk sınaq variantına baxacağıq. Qeyd edim ki, cari sınaq yalnız informasiya prosesləri, təhlükəsizlik, kodlaşdırması və miqdarının ölçülməsi ilə bağlı olan testləri əhatə edir. Ona görə vaxt itirmədən keçək sualın izahına. Deməli, informasiyanın neçə növü var? İnformasiyanın neçə növü var? Deyək ki, informasiyanın qəbul edilməsinə görə neçə növü var? Hə, bu zaman deyə bilərik ki, biz deməli 5 növü var informasiyanın qəbul edilməsinə görə. Başqa təsnifata görə başqa sayda ola bilər. Misalca diskret analoq olmağına görə 2 cürüdür və s. Buna görə bir də C variantı. İnformasiyanın xassəsidir. Burada açıq-aşkar görsənir diskretlikdir. Qeyd edim ki, diskretlik alqoritmin xassəsi olub. Ümumi alqoritmin müəyyən sok-sok, yəni paket-paket addımlardan ibarət olmağını ifadə edir. İnformasiyanın emal prosesidir. İnformasiyanın emal prosesi bir informasiya nəticəsində başqa növ informasiya alınması prosesinə deyilir genel olaraq. Bunu dərin açıqlaya bilərik, amma ehtiyac yoxdur, çünki artıq qəbula yaxınlaşırıq, ona köklənmək lazımdır. Deməli, Teknesin istehsalı xeyr, kitabın çevrələnməsi xeyr, fiziki anlayışlardır, elektron məktubun göndərilməsi, bu ötürülməsi ola bilər uzaqbaşı. Mətnin tərcümə edilməsi, bəli, informasiyanın bir təqdim edilmə formasından başqa təqdim edilmə formasına keçirilməsi informasiyanın emalı prosesidir. Üçüncü sual D variantı cavabı doğrudur. İnformasiyanın növü deyil. İnformasiyanın, yenə də dediyim kimi, növü deyəndə qəbul edilməsinə görə növ nəzərdə tutulur. Qəbul anlayışını ə, belə deyək, qulağınızda saxlayın. Bu zaman deməli, qəbul edilməsinin 5 növü ki var. Bunlar duyğu orqanları ilə ifadə olunur. Qoxu, dad, görmə, səs və həmçinin taktil. Video informasiya təqdim edilmə forması ola bilər, amma növü deyil, yəni qəbul edilmə növü deyil. Dördüncü sual A variantı. Beşinci sual informasiyanın qəbul ediləcək şəxsin başa düşdüyü şəkildə verilməsi, yəni onu algılaya bilməsi və anlaya bilməsi informasiyanın anlaşılıq xassəsini təcəssüm edir, tərənnüm edir. 5-də D variantı. Daha sonra davam edək. 6-cı sual. Doğru ifadəni müəyyən edin. Cari zamana uyğun olan informasiya aktualdır. Yəni aktuallıq xassəsinin mənası budur. Digər variantlara baxaq. Yəni bu doğru gəldi. İnformasiya tamdırsa o həmişə aktualdır. Buna bir sual qoyaq. Elmi məqalələrdə informasiya həmişə aktual olur. Xeyr. Tutaq ki, fizika haqqında elmi məqalə olub. Yəni informasiyanın aktuallığı şəxsə görə dəyişir. Yəni şəxsə nəzərən dəyişir. Ona görə C variantını dəqiq üzərinə xətt çəkə bilərik. İnformasiyanın başqasının fikrinə asılı deyilsə, o aktualdır. Xeyr. Bu kiminsə fikrindən asılı olmamaqlığı obyektivlik xassəsində özünü göstərir. Etibarlı mənbələrdən alınan informasiya aktual olur. Xeyr. Alınan deyəndə yəni informasiyanın aktuallığı e, cari zamanda ona ehtiyaclılığın olmağıdır. İndi burada bunu daha çox sorğulaya bilərik. Amma B variantını sorğulayacağız. Çünki informasiya tamdırsa, tamlığın yəni xassəs tərifinə diqqət yetirək. Deyir, informasiyanın ehtiyac olana kifayət qədər olmasıdır. Hə, əgər bu informasiyaya ehtiyac varsa, deməli həmçinin o aktual olardı. Yəni bu variantın buralarda olmamağa daha məqsəd yönlü olardı. Tərif etibarı ilə A bəndi birbaşa doğru olur. Yəqin növbəti nəşrlərdə indi bu B variantı başqa və daha kəskin variantdan, yanlış kəskin variantdan ifadə olunar. Sezar üsulla şifrlənmiş film sözünün şifrini müəyyən edin. Diqqətli edirik, deməli nədir? Burada F ya A ilə ya da B ilə əvəzə sağa doğru fırlana da bilərəm. Fıram zaten sola gələcəm deyə sürüşdürmə anlayışıdır. Burada 7-ci sualda. Deməli, buna necə baxaq? F-dən A-la əvəzlənirsə 5, B ilə əvəzlənirsə 4 simvol. Görürəm ki, B-dən çoxdur. Ona görə baxaq, təyinləyək. Əgər F B ilə əvəzlənirsə sola doğru 4 addım hərəkət etmiş olardı. I ilə
i isə onda f ilə əvəz olunmalı idi. L isə 4 addım h-ın əvəz olunmalıdır, h-dandır. M isə sola doğru 4 addım atsaq biz i ilə əvəz olunmalıdır. Elə rahat oldu, görünür. 7-ci sual. Deməli, bir daha diqqətlə. F-dən sola doğru 4 addım. Bu F-in əvəzini B yazır. I-dən sola doğru H, C, F, Y. Y simvolu. H-dan sola doğru 4 addım. Fikrimiz yayındı. Eldən sola doğru 4 addım. K, J, I, H, B oldu. Daha sonra isə M-dan sola doğru 4 addım. I, BH ifadəsini almış oluruq. Cavab B variantı. Digərlərinə baxsaq, yəqin ki, misal üçün, F A-nın əvəzi olunursa 5 addım olmalı idi. M-dən sola doğru 5 addım. I, J, K, L, H-dır. Ona görə bu dəqiqdir ki, yanlış olardı bu səbəbdən dolayı. Və yaxud deməli, misalən, i-dən sola doğru 5 addım D-dir, ona görə ikincisi bu olmazdı və s. və s. səbəblərdən dolayı digərlərin yanlış olduğunu görmüş olur. 8-ci sual. Disk sözünün şifri K5-dirsə sağa doğru 5 simvol hərəkət edib əvəz etmək lazımdır. D-dən sağa doğru i-dir. Hemen B ve C sağa doğru da doğrusu 5 simbol idi. İ'den 5 simbol sağa doğru J, K, L, M, N'di mi görürük ikincisini. Bunları bir daha xətt çəkək. Sonuncu simvolları üçüncüyə də baxaq. S simvolundan sağa doğru T, U, V, W, X. Deməli, bu da deyil. K simvolundan K simvolundan L, M, N, O, P. Yəni 8Y variantı olur. Şagird Paint proqramında ağ-qara təsviri rənglər. Yəni deməli, daxili kontenti dəyişir. Bunu emal prosesi, yəni üzərində bütün redakta işləri emal prosesidir. Ona görə 9-cu sualda E variantı doğru cavab, deməli, D variantı doğru cavab olur. 10-cu sual. İnformasiya qrafiki təqdim olunmasına aid qrafiki bir kobud isə şəkil fason bir şey. Yəni səsin içində niyə da şəkildə səs, yəni bu uyğun gəlmir. E, Bu səbəbdən hansı növ antiviruslar vaksinləşmə yolu ilə virusları aldadaraq immunitet sözü, yəni immunizator. Yəni 11-ci sual avtomatik olaraq D variantı olur. Deməli belə, məqsəd yönlü olar ki, siz bu həm doktorlara, həm müfəttişlərə, həm detektorlara, həm süzgəcləri, həm də doktor müfəttişlərin necə işlədiyini biləsiniz. Misal üçün, süzgəclər əməliyyat sisteminə edilən müraciətləri saxlayır viruslar tərəfindən. Misal üçün, doktorlar müalicə eləmək xüsusiyyətinə malikdir. Detektorlar və müfəttişlər isə axtarıb tapmaq. Biri faylda, biri isə yaddaşda belə deyək, axtarış aparır. Nəsə dərinə girmək məqsəd yönlü sayardıq ki, yəni bu bilikləri, nəzəri bilikləri özünüzə bərkidərdiniz. Qəbul imtahanında ehtiyac ola bilmə ehtimalı böyükdür. İnformasiyanın kompleks mühafizə. Kompleks mühafizə hissəsi, deməli, burada dördü var. Şəxsi mühafizə deyə bir şey yoxdur. Yəni mühəndis texniki adından göründüyü kimi fizkidir. Qanunverici qanunla, yəni son həddə olan bir mühafizədir. Proqram aparat adından görünür. Təşkilati mühafizə isə yəni korporasiyanın şəxsləri, yəni fərdləri ilə maarifləndirici söhbətlərin aparılmağı, deməli məqsədyönlü olmayan elektron postların açılmamağı, oralarda linklərin tıklanmamağı anlayışlarıdır. Onun üçün sual antivirus proqramı deyil. Panda Titanium antivirus, Avast McAfee, Dr. Web, Cafe. This defragmenter xidməti proqramdır. Defragmentləşdirmə işi görür. Ona görə 13-cü sualda D variantı doğru cavabdır. Uyğunluğu müəyyəndir. Əməliyyat sistemini yaxşı bilən və yenidən proqramlaşdırma bilən kompüter mütəxəssislər bu pozitiv anlayışdadır deyə baxaq. Aha, bu olacaq hacker, yəni birdə olacaq savadlı şəxs. Bu bilikləri, yəni mənfi məqsədlər üçün istifadə edən deməli şəxslərə cracker deyirlər. Buna görə deməli 2-yə C bəndi doğru olacaq.
Üçüncü isə, baxaq nədir üçüncü? Səhvəsinə gətirə bilən malik olmalı, lakin digər hakkerlərin ötürüklərindən istifadə edərək kompüter sisteminə ziyan verə biləcək mütəxəssislər. Bunlar skriptdir, yəni çağa belə deyək, uşaq, yəni amator. Bu da 3A. Belə olan halda 14-cü sualda Y variantı doğru variant olur. Bazar günü Arif dostunun evinə qonaq getdi. Dostu ona qarşıdakı dayanacaqdan avtobusun minib geri qayıda biləcəyini dedi. Arif dayanacaqda 3 fərqli nömrəli avtobus gördü və anladı ki, dostunun verdiyi informasiyandan geri qayıtmaq üçün qərar qəbul etmək kifayət etmir. Dostunun verdiyi informasiya hansı xassəsə ödənilmir. Dəqiqdir ki, aktuallıq hadisəsi, əstəğfurullah, tamlıq hadisəsi ödənməyib. İndi burada çünki kifayət olmamalı. Digər bəndlərə müəyyən müqayisəli təhlillər verə bilərdik, amma düşünmürəm ki, buna ehtiyac olar. 16-cı sual uyğunluğu müəyyən edin. Cari zamana uyğun olan informasiya bu aktualdır, yəni 1B. Ona görə bu getdi. Ayrı-ayrı mənbələrdən ayrı-ayrı mənbələr üst-üstə düşmək etibarlıdır. 2-yə C olacaq. 3 başqasının fikrindən asılı olmayan bu da obyektivlikdir. 1B, 2C, 3Y, yəni 16-cı sual A variantı doğru cavabdır. 17-ci sual. Kompüter viruslardan qorunma səviyyəsi artdı. 3 səviyyədir. Mən bunu öz abituriyentlərimə həmişə belə izah edirəm. Tutaq ki, bir dənə ev var. Bu evə alov düşməsini istəmərsən. Yəni virusların kompüterə yoluxmasının qarşısı alınır ilk öncə. Sonra deməli, əgər alov düşübsə, o alovun daha çox yer yandırmağının qarşısını alarsan. Yəni buna görə təsir minimuma endirilir ifadəsi. Bundan başqa isə hə, deməli kompüterdə izlənir, yox, növü təyin edilir, yox, növü təyin edilir, yox. Virusların hücumlarının qarşısı, deməli, birinci mərhələ dediyim kimi, bu onda 5 düşür artıq hücumların qarşısına. Alovun bura düşməyi, alov düşübsə yayılmağın qarşısını almaq, yox, artıq alov yayılırsa bacardığı qədər vacib bir şeylər götürüb çıxmaq, eynən təsirin minimuma endirilməsi. İkinci mərhələ isə hücumların qarşısının alınması mərhələsidir. Yəni 1, 5, 4 ardıcıllığı ilə baxa bilərik. Buna görə də cavab 17-ci sualda A variantı doğru variant olur. İnformasiyanın biometrik mühafizəsi. Gözün güzellik sistemlərinə aiddir. Gözün güzellik qişasının şəklinə görə tanıma, şəklinə görə deyəndə yox. Deməli, buna bir gözə, ovucun temperaturu dəqiq deyə belə bir şey yoxdur. Nitq özəlliklərinə görə var, barmaq izlərinə görə tanınma var, üzün rənginə görə yoxdur. Deməli, yüzeylik qişan şəkli, yəni ümumi strukturuna görə şəkil bu anlayışdadır. Yəni bir ona görə doğru oldu. Cavab B variantı. Yenə deyim, burada temperatur sözü dırnaqarası ifadədir. Üzün rəngə görə tanınma deyə bir şey yoxdur. Üz cizgilərinə görə var. Ovuc dizgilərinə, daha doğrusu üzdəki simmetriya xəttlərinə və ovucdakı dizgilərə görə. Deməli, burada nə oldu? 18-ci sual B variantı doğru cavabdır. 19-cu sual deməli belə. İctimaiyyətdə public domain deməli belə, bu nədir? Public adından göründüyü kimi hamı tərəfindən istifadə edilə biləndir. Yəni sərbəst olaraq üzü köçürülə bilən, müəllifi hüququ ilə qorunmayandır. Bundan başqa deməli şərti ödənişsiz proqram təminatı. Bu nədir? Müəlliflik hüququ qorunur, amma belə deyək, pulsuz yayılır. Yəni sonradan indi pul olub ola bilməmək o başqa söhbətdir. Ona görə 2-yə Y ifadə edir. Üçüncü özəl, yəni bir şəxsə, qrupa, şirkətə aid olub, yalnız həmin qrup, şəxsin, qrupun və yaxud şirkətin istifadə edə biləcəkləridir. Buna da uyğun olaraq iç kodu daxil mədəniyyətsiz bu freeway'dir, bu keçdi və yaxud qanun səbəb xüsusi mülkiyyəti olan C variantıdır. 3-ə C variantı eləyəcək. Deməli, gəlir əldə, bu isə ticaridir, bu kommersialdır. Ona görə 1B, 2Y, 3C, 1B, 2Y, 3C, Y variantı doğru cavabdır. 20-ci sual. Deməli, mətn informasiyası, ədədi informasiya, səs informasiyası. Deməli, baxaq. İlk öncə, mətn informasiyası, riyazi ifadələr bunlar dəqiq deyə bilərik ki,
Riyazi ifadələr ədədi informasiyaya aiddir. Çünki ədədlər elə deyib, tarix və zaman. Suyun şırıltısı, telefon zəngi bu səsli aşkardır. 3B ə, daha sonra nə var? Film, klip, videoçar. Bu videodur, bu qoyduq qırağa. Şəkillər, sxemlər, çertojlar. Qrafik informasiya da şeir, hekayə, reklam yazısı. Burada birə mətn informasiyasına aid edə bilərik. 1Y, 2A, 3B, 20 sual C variantı doğru variantdır. Süzgəc adından göründüyü kimi əməliyyat sisteminə edilən hücumların qarşısını alır. Necə? Çoxalma və zərərlənmə məqsədilə əməliyyat sisteminə etdikləri müraciətləri tutur. Hücum deyəndə bayaqlar hücum ifadəsi işlətdim, amma yaxşı olardı ki, istifadə edim nə müraciət, hücum zaten hücumdur, o heç. 22-ci sual, informasiyanın yadda saxlanma prosesi, mətnin oxunması xeyr, bu qəbul olunma olar. Şagirdlərin siyahı alınması, aha elə bu qəbul olunma olar. Cavab 22-də A variantıdır da deyildir. Şarjların siyahıya alınması, bəli, bu yadda saxlanılır. Dəftərdə qeyd adından görünür kimi diskə yazılma. Bəli, cədvəldə qeyd, yəni qeyd, yazılma, bunlar bir qayda olaraq bir yerdə datanı, yəni informasiyanı saxlamaq üçün istifadə olunur. İndi datadan informasiya eyni söz olmasa da, neysə, qəbul et, data verilən deməkdir. İnformasiyanın ötürülməsi prosesində bir mənbə olur. Mənbədən kodlaşdırıcı qurğu bunu deməli kodlaşdırır, ötürmə kanalına ötürür. Kanal deyək, kanal. Daha sonra dekadlaşdırıcı bunu tərsinə kodlayır. Ondan sonra da deməli, bunu qəbul edici qəbul edir. Deməli, informasiya mənbəyi 3, kodlaşdırıcı qurğu 5, rabitə kanalı 2, dekodlaşdırıcı 4, informasiyanı qəbul edir. 3, 5, 2, 4, 1. 3, 5, 2, 4, 1 ardıcıl olur. Proqramlar 3 cür olur. 1. Remote access, yəni uzaqdan idarə etmə proqramları. İkincisi şpionlar, yəni bizim dildə casuslar. Detektorlar və müfəttişlər, bunlar antivirusdur. Reklam, bəli, spam spam işləri görənlər. Yəni burada da olur uyğun olaraq 1, 2 və 5. Müəllim dərs izah edərkən şagirdlər hansı növ informasiya qəbul edirlər? Aha, bir qayda olaraq onlar görürlər və eşidirlər. Amma bu elə bir dərs ola bilər ki, orada əyani model istifadə olunsun. Yəni taktil də doğru olmuş olsun. Qoxu, bəli, misal üçün kimya dərsi laboratoriyada aparırlar. Hər hansısa bir reaksiya aparırlar. Məsələn, kükürt haqq hesabı məktəb kitablarından yəqin keçsə, xastı oradan əldə edə bilər. Müəyyən anlamda dad da ola bilər, amma bir qayda olaraq görmə və səs informasiyası olur. İnformasiyanın biometrik mühafizə sistemlərinə aid barmaq izlərinə görə tanınma, daktiloskopiya bu var. Ayaq izləri xeyr, yoxdur. Üzə görə tanınma, bəli, dediyim kimi, üzün simmetrik xəttlərinin nisbi quruluşuna görə mümkün olur. Dırnağın quruluşuna görə tanınma, xeyr, dırnaq ifadəsi yoxdur. Nitqin, bəli, hər insanın nitqi bir qədər fərqlidir. Yəni tezlik, dalğa uzunluğu və tonajlıq və s. səbəblərdən tanınmaq mümkün ola bilər. Buna görə 1, 3, 5 burada doğru bəndlərdə, ona görə cavab elə 1, 3, 5 seçəcəyik. 27-ci sual uyğunluğu müəyyən. İnformasiya xassələri, informasiya prosesləri. Deməli, burada iki növ xassə var. Diskretli, anlaşılıq. Diskretli alqoritmin xassəsidir. Anlaşılılıq informasiyanın xassəsidir. Birə D. Ötürülmən bir prosesdir. Aha, prosesdir. Bir prosesin üzərindən xətt çəkirəm. Tamlıq, informasiyanın tamlığı da, bəli, informasiyanın tamlığı da xassədir. Yəni ona görə 1, C və D doğru variantdır. Diskreti alqoritmə aid bir şeydir dediyimiz kimi, ötürülmə və emal prosesi adından ifadə elədiyimiz kimi informasiya prosesləridir. Ayı. Apple sözü K1, home, Apple ifadəsi K1, home ifadəsi ilə K2 açarla deməli Sezar üsulu ilə şifrlənərək uyğun olaraq et tipi və qruplu ifadələri alınıb. K1 və K2 açalarının uyğun olaraq təyin edib yeni K qiymətinə uyğun table sözünün şifrini müəyyən edək. Deməli, A çevrilib E olubsa, burada K1 4 olacaq. Çünki 4 atdım. Sonra home'dakı H
çevrilib k olubsa, homdakı k. İ, J, K. Deməli, 3 addım hərəkət etmişdir. K-ya doğru. Deməli, burada da K2 3'dür. Onda K bizim yekun K 7 olacaq. Table ifadəsində, yəni table ifadəsində T 7 simvol sağa doğru hərəkətləyəcək. 1, 2, 3, 4, 5, 6, 7. Bir A olacaq. A ifadəsi A simvolu 7 simvol sağa doğru F, C, H bu olacaq A, H. Daha sonra isə bu ifadəsi B, C, A, H idisə bu da H-dan bir tık sağa olacaq, I olacaq. Sonra L H ifadəsi nədir? H simvolu. L simvolu M, N, O, P, Q, 5, R, S oldu. E ise F, C, H, I, J, K, L. L olur 7 hərəkət. 7 addım hərəkət etdiyinə görə. Yəni bizdə yekun cavab A hesab. Qeyd edim ki, qəbulda 28-ci sual bu tipdə olmur. Bu mövzu sınağıdır. Ona görə olub. Qəbulda 28-ci sual blok sxem sual olur. Bunu unutmayın bir qayda olaraq. Deməli, A ədədini aşağıdakı göstərilmiş əməliyyat edir. A ədədinin dəyişəninə 1 əlavə edir. A ədədinə 1 əlavə edir. Alınanın nəticəsini t kvadratı yüksəlt. Alınan nəticədən 2 çıx. A 2-dir. Birinci bir nömrəli əmr 2-nin üzərinə 1 gəldi. Sonra kvadrata yox. Sonra deməli 3-cü əmrdir. Ona görə elə bu qalsın. Sonra deməli nəticədə 2 çıxdıq. Sonra bunu kvadrata yüksəltdik. Sonra bir əlavə et. 4-cü əməl bir nömrəli əməldir. Daha sonra 3 nömrəli əməl, yəni 2 çıx. Daha sonra yenidən bir nömrəli əməl üzərinə 1 gəl. Deməli belə edən zaman nə olur? 2 plus 1. Biz burada nə alırıq? 3 çıxılsın 2 deməli. Deməli 2 1'in bir nömrəli əməl. Bir əlavə etdik. Bəli. 3 oldu artıq deməli ikinci əməl diqqətli. Deməli üstünə 3 gəldi. 3'dən 2 çıxdı. Oldu 1. Daha sonra isə 1'in kvadratı bizə edəcək 1. 1'in üstünə 1 gələcək edəcək 2. 2'dən biz 2 çıxacaq 0. 0'dan da üstünə 1 gələcək olacaq 1. Fikrimiz qarışdı. Yəni bunlar islah olunurdu. Burada da 2 ilə 2 gedir. Elə 1'in kvadratı 1 edir. Belə də tapa bilərdik. 30-cu sual. Rəqəmlərin müxtəlif ixtiyari 3 rəqəmli natural ədəd. Rəqəmlərin kvadratları yanaşı yazaraq yenə də alınmış yenə də rəqəmlərin cəminin ən çox neçə ola biləcəyini müəyyən edin. Bunu müəyyən etmək üçün mən burada bir şərait quracağam. Deməli, əgər ədəddə rəqəm 1 olsa, bunun kvadratı 1 verəcək. 2 olsa bunun kvadratı 4. 3 olsa 9. 4 olsa 16. 5 olsa 25. 6 olsa 36. 7 olsa 49. 8 olsa 64. 9 olsa 81. Sualı yenidən oxuyuruq. Birdən bir fikir yanlışlığı edərik. Rəqəmləri müxtəlif. Birinci təyin edici. İxtiyari 3 rəqəmli. Natural ədəd. Rəqəmlərin kvadratları yanaşı yazılır. Əla. Deməli, bu ədədin 3 dənə rəqəmi olacaq. Rəqəmləri müxtəlifdir. Və nədir? Alınmış yeni rəqəmlərin cəmi. Aha, rəqəmlərinin cəmi ən çox neçə? Deməli, ədədlərin kvadratlarında rəqəm cəmi ən çox olanlara doğru baxacaq. Deməli, məsləhətdir ki, ən azı bu rəqəmlərdən ən az deyəndə bir rəqəmin biri 7 olsun. Çünki niyə fərqi yoxdur harda olur olsun, elə ilk yerdə yazaq. Nə problem deyil. 7. Niyə görə? 49 4 plus 9 bizə bu bizə 49 verəcək. 13 silir digərləri gördüyümüz kimi maksimum bundan başqa 60. Mütləq deyil 7 burada olsun. Burada və yaxud burada da ola bilərdi. Demir alınmış ədədin ən böyük özü yekun ədədin rəqəmlərin cəmi barəsində ən böyükdür. Deməli, bu üç dənədən biri 8 olmağı məqsədə uyğundur. 8-dən 64 alacaq çünki 4 9 13 6 4 10. Buradakı isə belə deyək, nələr ola bilər? Buradakı isə ola bilər 6'nın
6-dan alına bilər və yaxud alına bilər 3-dən və yaxud alına bilər 9-dan. Belə olaraq seçim edə bilərik. Misal üçün ixtiyarı birini qoya bilərik, fərqi yoxdur. Misal üçün elədən 9-u qoyaq keçsin, fərqi deyil 9. Bu 9-un durduğu 9 əvəzinə 3 də ola bilər. Üçün kvadratı çünki 9 eləyir. 6 da ola bilər, fərqi yoxdur. Biz 9-u seçdik, 9-da bizə elə 81 9 verəcək. 4 plus 9 bu bizə 13 plus 6 plus 4 bizə 10, 8 plus 1 bizə 9 verəcək. Bunların cəmi edəcək 32, 23 plus 9 bəli 32 cavab 32. Yenə deyirəm 28, 29, 30 buna düşmür suallar. Qəbulda inşallah 28 blok sxem, alqoritm blok sxemi təsviri. O 29, 30 isə bir qayda olaraq proqram qurmaq bacarığı olur. Sadəcə bu mövzu sınağı olduğundan belə ifadə olunur. Uzun zaman idi sizlə görüşmürdük. Artıq izləmələrdə davam edə bilərsiniz. Çünki vaxtaşırı mütəmadi olaraq sizlə tez-tez görüşəcəyik. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşərik. Abunə olmağı, like etməyi unutmayın.